Gəlmişəm yeni xəbərlər sizə çatdırım. Neftçi iki futbolçu ilə maraqlanır. Söhbət Sezar Enrique'dən və digəri isə Şamaxıdan ayrılan daha bir futbolçu Kərim Rossi'dən gedir. Deyilənə görə bu iki futbolçu Neftçiyə transfer olunacaq. Digər bir xəbər isə Toral Bayramovla bağlıdır. Bilirik ki, Bursaspora keçdi, amma sən demə Bursaspordan əvvəl onu daha bir klub maraqlanırdı. Bu Polşa klubu idi. Polşada gedib oynama ehtimalı var idi. Söhbət Motor klubundan gedir və nəticədə isə Toral Türkiyə klubuna, Türkiyənin 1-ci liqasında oynayan kluba üstünlük verdi. Digər bir xəbər isə Sabahla bağlıdır. Sabah Cənubi Afrika Respublikasında çıxış eləyən bir futbolçu Adam McCarthy ilə, müdafiəçi ilə əlaqə saxlayıb, güya danışıq gedir və xarici medianın yazdığına görə güya bu futbolçu Sabaha keçə bilər. Amma nə dərəcədə reallaşacaq, bunlar haqqında sizə mütləq məlumat verəcəm. Sağ olun.